Təhsilnet kanalımızda bugünkü qonağımız İsa Zeynaldır. İsa beynəlxalq karyera konsultantdır. İsa, dəvətimizi qəbul etdiyin üçün çox sağ ol. Çox sağ ol Rəsul dəvət üçün. Keçək müsahibəmizə. Mana mızıldanma, çətin olar oturub uğur qazanmaq. İsa, öncəliklə istəyərdim ki, özün haqqında bir qədər məlumat verəsən. Həm əsas peşən nədir, konsultant olaraq nə kimi xidmətlər göstərirsən? Salamlar hamıya, mən İsa Zeynal. Deməli, Qafqaz Universiteti İngiliscə maliyyə oxumuşam. Daha sonra data sahələrində təhsil və konsultasiya xidməti olan data sorğu həm təhsil eləmişəm. Güman ki, bir çoxunuz görmüsünüz və ya dərslərimizə də qoşulmusunuz. 3 il idarə etmişəm. Daha sonra isə onu satıb Polşaya köçmüşəm. Burada əvvəlcə İsveçrə Bankı UBS-də Risk Change departamentində IT biznes analist olaraq işləməyə başladım. Daha sonra Citibank-a, deməli investment banking tərəfdə yenə deməli senior IT biznes analist və IT project manager, assistant vice president olaraq işləməyə başladım. Daha sonra dünyada investisiya texnologiya sahəsində ən böyük şirkətlərdən olan SimCorp-dan deməli project lead pozisiyası üçün maraqlı bir offer aldım və hazırda orada bu sahə üzrə davam edirəm. Və həmçinin bura gəldikdən sonra 3 ildən çoxdur Polşada, həmçinin Avropada, əslində Amerikadan da çalışdığım şəxslər olub. Karyera konsultasiyası xidməti göstərirəm və bu vaxta qədər 150-dən çox şəxslə əməkdaşlıq etmişəm. Onlarla deməli demək ki, dünyanın Wall Street banklarının hamısından, JP Morgan, UBS, State Street, BNY Mellon hamısından, həmçinin müxtəlif texnologiya şirkətlərindən, Google, Amazon, Motorola Solutions, Boeing, Bosch və s. müxtəlif sahələrdən olan ən fərqli şirkətlərdən də o offerlər əldə etmişik. Və Bay İsa Zeynal adlı səhifədə bu xidmətləri davam edirəm. Həmçinin Azərbaycanlı o səhifədə artıq ingiliscə davam edirəm. Həmçinin Azərbaycanda deməli əsas hədəflərimdən biri Azərbaycanda beynəlxalq şirkətlərdə işləməyin mümkünlüyü haqqında bir yəni məlumatlıq yaratmaqdır. Bunun üçün də Beynəlxalq Azərbaycanlı Peşəkarlar Assosiasiyası adlı çox uzun və formal səslənsə də belə bir səhifə hazırlamışıq bapa.az və orada deməli biz ara-sıra vebinarlar edirik. Orada da paylaşırıq, oradan da izləyə bilərsiniz vebinarları. Aha, super. Təşəkkürlər ətraflı məlumata görə. Keçək hamını maraqlandıran bir çox suallara. Məsələn, ümumilikdə hazırda, yəni Avropaya getmək istəyən çox insan var. Sualım isə konkretdir ki, ümumilikdə səncə Avropada iş bazarı nə yerdədir? İş tapmaq asandırmı, yoxsa çətindirmi? Hazırda, yəni asandır, çətindir müqayisələrdir, doğrumu? Və hazırda çətindir. Yəni əvvəlki illərə nisbətən çətindir. Xüsusən, yəni 2020-23, yəni post-Covid dövründə, yəni dövrünə nisbətən deyərdim ki, 2 dəfə və ya 3 dəfə daha çətindir. Çünki həmin dövrdə iqtisadiyyatda çoxlu belə də free money, ödənişsiz pul var idi, havayı pul var idi və ona görə də şirkətlər böyümə strategiyası tətbiq edirdilər və həmçinin öz bahalı, deməli, high cost centerlərdən, bahalı xərc mərkəzlərindən öz departamentlərini daha ucuz işçi qüvvəsi olan Polşa, Macarıstan, Latviya, Litva və digər ölkələrə köçürürdülər. Ona görə də bu ölkələrdə çoxsaylı vakansiyalar var idi. Məsələn, JP Morgan'ın hazırda məsələn Polşada 15.000 deməli Citi'nin 10.000, 15.000 deməli vakansiyaları olan, vakansiya deməyim, işçiləri olan departamentləri var və demək olar ki, bu köçürmələr, miqrasiyalar artıq bitib. Həmçinin hazırda o havayı pul da yoxdur iqtisadiyyatda, ona görə şirkətlər nisbətən, yəni o expansion'ın, o böyümənin toparlanması ilə məşğuldurlar. Vakansiyaların sayında biz bunu, yəni bu görürük. Həmçinin işə müraciətlərdə görürük. Məsələn, burada əvvəllər, məsələn, 2022-ci ildə, 23-cü ildə biz maksimum 300 vakansiyaya müraciət edib bir neçə iş təklifi əldə edirdiksə, indi bu demək olar ki, 500-600 vakansiyadan əvvəl mümkün olmur. Bəzi şəxslərdə 1000 plus vakansiyaları da, yəni müraciət sayına belə gedib çıxır. Hazırda çətindir. Güman ki, müraciət edən yoldaşlar da bunu görüblər. Məsələn, əvvəl Azərbaycandan EPAM, Luxoft, bu şirkətlər Azərbaycandan onlarla IT mütəxəssislərini gətiriblər. Polşaya, Belarusa, müxtəlif ölkələrə aparırdılar, amma bu son ildə çox çətinləşib. Razıyam. Əslində qalsa
iş bazarının vəziyyətinin bir qədər ağırlaşmasının bir çox səbəbini göstərirlər. Sənin dediyin səbəb böyük ehtimalla ən məntiqlisi və ən keçərli olandır. Bir qismi isə bunu süni intellektlə əlaqələndirir, amma mənim gördüyüm budur ki, süni intellekt sadəcə bir reklam vasitəsi kimi istifadə olunur ki, yəni bizim şirkətdə də süni intellekt var. Yəni Amazon, Google və s. yəni Meta kimi şirkətlərdə işləmədiyi müddətcə və deyərdim ki, bu cür yeniliklərin sənə birbaşa mənfi təsir eləməsi bir qədər müşkül məsələdir. Ən azından hal-hazırki səviyyədə və yaxud da copywriting kimi, yəni ChatGPT-nin həddən artıq çox hücum elədiyi sahədə çalışmırsansa, əslində qalsa bu barədə sən daha ən azından indilik özünü daha belə safe hiss eləyə bilərsən. Növbəti sual bir qədər konkretdir əslində qalsa, yəni birbaşa tələbələrlə işləyən biri olaraq və yaxud da applikantlarla işləyən biri olaraq hansı ixtisaslar daha tez iş tapır dünyada, xüsusilə də Avropada? Hansı ixtisaslar isə ən çətinliklə iş tapır və ya ümumiyyətlə iş tapa bilmir? Hansı ixtisaslarda ki, texniki bacarıqlar tələb olunur, bu ixtisaslar daha asan iş tapır. Hansı ixtisaslarda ki, lokal bacarıqlar tətbiq olunur, biliklər tətbiq olunur, lazımdır, onlar daha çətin iş tapır. Yəni, məsələn, hüquq, compliance, HR, insan resursları, bəzi şirkətlərdə, məsələn, UI, UX dizayn, grafik dizayn, hansı ki, baxmayaraq ki, texniki, amma lokal dil lazımdır, çünki kommunikasiya üzərindədir. PR, marketing, bu sahələrdə iş tapmaq həqiqətən çox çətindir, çox çətindir. Hətta xaricilərin, yəni hüquq, yəni biz əcnəbi olaraq, məsələn, gəlib Avropada hüquq və sair sahələrində iş tapmamız çox çətindir. Qlobal şirkətlərə tapa bilərikmi? Şans var, amma müqayisə eləsək biz bunu IT-nin, məsələn, digər sahələrinə, full technical sahələrinə və ya deməli şanslar çox azdır. Daha həmçinin, yəni IT ilə yanaşı, məsələn, backend development, frontend development, database developer, cloud, SRE və s. Bunlarda vakansiya var. Çox asandır. Hətta mən bunu da qeyd edeyim ki, bugün deməli bir konsultantımla biz bir rekord qırdıq. Cəmi 15 günə job offer əldə etdik, yəni iş təklifi əldə etdik. EY şirkətindən, Ernst Young şirkətindən Java developer olaraq, Java developerdir. Yəni cəmi 15 gün, yəni möhtəşəm bir nəticədir. Yəni 15 gün iş təklifi əldə etmək. Elə birinci gün müraciət etdiyimiz vakansiyadan intervyular arada gəlir, keçdik. Və həmçinin hansı vakansiyalar Avropada daha asandır? Maliyyə sahələrində. Niyə? Çünki vakansiya sayı çoxdur. Və demək olar ki, bu shared services konsepti var, əgər maraqlı olsa danışaram, araşdıra da bilərsiniz, əgər vaxtınız çatmalıdırsa danışmağa. Şirkətlərin shared services departamentləri maliyyə üçün hamısı elə Polşa, Macarıstandadır. Ona görə də çox saylı vakansiyalar var və maliyyə sahələrində vakansiya tapmaq çox deməli asandır. Super, təşəkkürlər. İsa növbəti sual ümumi iş axtarışı ilə bağlıdır. İş axtarışının texniki hissəsi. Mən Azərbaycanda oturmuşam hal-hazırda. Hansı saytlara girim ki, ən azından, yəni dünyada nə qədər vakansiya varsa görə bilim və yaxud da ki, mən Azərbaycanda oturmuşam, hansı iş axtarma platformaları vasitəsilə axtarış edərək Avropada iş tapma şansımı artıra bilərəm və yaxud da dünyanın hər hansı bir başqa hissəsində. Bir LinkedIn. Bir LinkedIn, iki LinkedIn, üç LinkedIn. Əgər LinkedIn-də vakansiya artıq tapa bilməsəz, onda bu sualı cavablandırmaq olar. Amma o səviyyəyə gəlmək onsuz da yəni çox çətin olacaq. Yəni LinkedIn-dən siz kifayətlənməlisiniz. Əgər Azərbaycanda, Avropada güman ki, bir çox ölkəyə müraciət edirsə, LinkedIn-dən demək olar ki, doyma həddinə çatmayasınız. LinkedIn-də axtarış edərkən sadəcə job hissəsinə keçin, ölkəni yazın, vakansiyanın adını yazın, görəsiniz orada minlərlə, 100 minlərlə, milyonlarla vakansiyalar var və həmçinin orada məsələn yazınız məsələn Java developer ya məsələn finance analyst çıxdı bir dənə JP Morgandan, bir dənə Citidən, bir dənə məsələn Aviva'dan, bir dənə EY-dan həmin pozisiyalara müraciət etməyin. Keçin JP Morgan səhifəsinə, orada job hissəsi var. Həmin hissəyə keçin. Daha sonra see all jobs edin, görəsiniz ki, JP Morganın bütün vakansiyaları hansılardır və ya keçə bilərsiniz JP Morganın öz saytına. Öz saytından vakansiyalarda bütün vakansiyaları görə bilərsiniz. Çünki LinkedIn-in keyword, ümumiyyətlə search filtri, axtarış filtri o qədər də yaxşı işləmir, ona güvənməyək. LinkedIn-də job hissəsini biz sadəcə istifadə etməliyik şirkət tapmağa. Məsələn, biz indi tanıyırıq bir neçə xarici şirkəti də, məşhur şirkətləri, amma o qədər şirkətlər var ki, yəni mən 3 ildir bu xidmətlə məşğulam. Üst-üstə hesablasam bəlkə yəni 150 min plus application müraciət görmüşəm. Yəni 150 plus müraciət görmüşəm. 150 min. Və hələ də hər gün yeni şirkət görürəm. Yəni möhtəşəmdir də. Ona görə də o qədər yeni şirkətlər var ki, hər sahədə axtarıb LinkedIn-də müraciət edə bilərsiniz. Okay, əla.
Və mən bildiyim qədərilə sadəcə məsələn IT sahəsində olur ki, məsələn Ukraynalıların özlərinin veb-saytları və s. var. Freelance remote iş tapmaq üçün nisbətən o keçərli olur. O da yəni çox niş sahələrdə, çox spesifik sahələrdə olur, amma digər ümumiyyətlə korporativ dünyadasınızsa elə LinkedIn məncədən məsləhətlidir. Bəli, və siz əgər relocation alıb, yəni bura gəlmək istəyirsə ki, şirkət istəsə viza sponsorluq eləsin. Ukrayna şirkətlərinin bir çoxu eləmir. Onlar remote pozisiyalardır. Yəni siz Azərbaycanda oturub işləyə bilərsiniz və dünyanın harasında olsa oturub işləyə bilərsiniz. Siz istəyirsinizsə ki, şirkət sizin üçün xərclərinizi qarşılasın, sizi gətirsin bura, sizin üçün oturum kartı çıxartsın, sizin daimi bir etibarlı bir işiniz olsun ki, məsələn siz Gimli platformasını deyirsən də çox məşhur. Azərbaycanın developerlərinin 80% Gimli ilə məsələn necə deyirlər, yaşayır, yəni əlavə işlər götürürlər, möhtəşəmdir. Amma yəni o şirkətlər daimi deyil. 3 ay işləyir, bağlanır, 1 il işləyir, bağlanır, 5 ay işləyir, bağlanır. Amma məsələn JP Morgan sizə iş təklifi verib sizi bura gətirirsə, əmin ola bilərsiniz ki, çox ekstrem bir şey etmədiyiniz halda sizi işdən çıxartmayacaqlar. Aha. Razıyam. Növbəti sualıma keçim. Belə, indi mərhələ-mərhələ gedirik. Müraciət proseduru ilə bağlı daha spesifik bir sualım var. CV-də hansı səhvlərin tez-tez edildiyini görürsünüz. Xüsusilə də mən Avropada bir işə müraciət edirəmsə, CV-də hansı səhvləri eləməməliyəm ki, ən azından 3 saniyə baxsınlar mənim CV-mə? Birinci CV-nin hədəfi olmalıdır. Yəni CV-yə baxan kimi bilinməlidir ki, bu kimin CV-sidir. Yəni baxan kimi bilinməlidir ki, məsələn bu marketing automation expertin CV-sidir. Finance analistinin CV-sidir, Java backend developerin CV-sidir. Bunun üçün də müxtəlif metodlar var. Title və s. istifadə edə bilərsiniz. Bu ən vacib. Yəni məsələn bir konsultant mənə müraciət etmişdi. Biz onunla Huawei şirkətindən project lead üçün iş təklifi aldıq. IBM-dən bütün mərhələləri keçdi. Menecer bütün mərhələdə əlavə bir daha onunla görüş istədi və həmin görüşdə ona bildirdi ki, mən səni işə almaq istəyirəm. Amma sənin CV-in o qədər qarışıqdır ki, mən bilmirəm sən nəçisən də. Ona görə o offer verməmişdi və yoldaşlar IBM-dən danışırıq biz. Yəni Azərbaycanda yaşayarkən bəzən burada olanda bunlar bizə aid gəlir. Azərbaycanda yaşayarkən məsələn mənim üçün IBM-də işləmək, yəni mən bununla nə ilə müqayisə edeyim də? Yəni bu çox əli çatmaz bir şeydir, düzdürmü? Məsələn mən bura gəlib Cisco-dan offer almışdım birinci. Cisco mənim yəni 10 illikdir səhifəsində baxdığım bir şirkət idi. Yəni bunlar çox böyük şirkətlərdir. Yəni bu çox böyük bir offer idi. Həmin offeri itirmişdi. Onu nəzərdə tuturam. Deməli, birinci səhv bu. İkinci səhv təbii ki, deməli buradakı vakansiyaları anlamadığınız üçün CV-niz yenə qarışıq olur. Məsələn yenə Azərbaycandan bir yoldaş mənə müraciət etmişdi ki, burada investment banking sahəsində müraciət edirdi. Yəni başqa bir kariyer konsultantının CV-sini hazırlatmışdı, amma o hazırlayan yoldaş maliyyə, investment banking proseslərini bilmədiyi üçün onun CV-sini sadəcə ümumi maliyyə sözləri ilə yazmışdı. Amma anlayanda ki, məsələn burada investment bankingdə məsələn portfolio analiz vakansiyalarında hansı bacarıqlar tələb eləyirlər, onu anlayandan sonra biz o bacarıqları CV-mizə yazsaq, təbii ki, iş təklifi alma ehtimalımız daha yüksəkdir. Tamam. Yəni birincisi deməli CV-nin hədəfsiz olmağı, ikincisi CV-nin buradakı tələblərə uyğun olmaması. Bu da təbiidir. Çünki Azərbaycanda yaşayarkən biz burada tələblərin nə olduğunu bilmirik. Digər xırda məqamlara keçə bilərəm. Məsələn, Azərbaycan dilində məlumat yazmaq, kontakt məlumatlarını səhv yazmaq ki, bu hal baş verib. 2 nəfər mənə müraciət eləmişdi. Kim ki deyirdi ki, mən nömrəmi səhv yazmışdım. Mənə 2 ay zəng gəlməmişdi. Yəni bu çox absurd səhvlərdir, amma belə səhvlər də mümkün olur. Bir də ən vacib bir məqamı əlavə edeyim. 5-ci bənddir deyəsən, məntiq xətası. Məsələn, bir yoldaş da mənə müraciət etmişdi. Kim ki Azərbaycanda işləyib, məsələn, mühasibat üzrə, daha sonra yəni junior mühasib, senior mühasib olub, sonra keçib kiçik şirkətə CFO kimi. Aha. Yəni təsəvvürlə 3 il təcrübədən sonra CFO getmək Avropada baxanda yəni belə bir şey mümkün deyil. O Azərbaycanda bir hamı üzr istəyirəm. Azərbaycanda bir ara hamı öz CV-sinə CEO co-founder yazır deyə o söhbət olsa bəs. Bu həqiqətən, yəni o yoldaş həqiqətən CFO işləyir. Yəni kiçik şirkət idi və bütün maliyyə işlərlə məşğul idi. Bəlkə CFO levelində çox böyük deyil departament, bir neçə işçisi var idi. Ondan sonra da başqa bir şirkətə, nisbətən böyük bir şirkətə senior vəzifəsinə keçmişdi. Yəni senior CFO, ondan sonra senior bu CV-yə baxanda deyilir ki, bu yoldaş downgrade edib də, yəni vəzifəsi aşağı olub. Güman ki, bəli, fail olub. Burada məntiq xətası var. Ona görə də bunları uyğunlaşdırmaq lazımdır. Okay, super, təşəkkürlər. Növbəti suala keçdik birbaşa. Yenə Avropa haqqında danışırıqsa,
Sualım belədir ki, Avropada iş intervyularında hansı cümləni işlətməməliyik ki, yəni birbaşa olaraq intervyumuz yarıda kəsilməsin, belə deyək. Yes və no ilə kifayətlənmək. Yəni sual verdilər, yes dediniz. Sual verdilər, no dedik. Yəni belə olmur da. Yəni biz məsələn bəzən bəli çox düz sualdır da. Yəni məsələn do you have experience? Məsələn bu sahədə təcrübəniz varmı? Yes desəz və bəli var. Yəni burada düşünməyin də. Yəni bu artıq getməyəcəkdir. Çünki biz orada izah verməliyik. Bu sual yəni nələr etmişik? Burada nələr yəni tələb olunan vakansiyaya uyğun nələr etmişik? Ona görə də ətraflı, detallı danışmaq lazımdır. Təbii ki, qarışdırmamaq lazımdır, strukturlu danışmaq lazımdır. Çünki danışarkən biz struktursuz danışsaq, bu söz yığını nağıl kimi səslənəcək. Ona görə də mütləq bullet pointlərlə də, yəni nöqtə-nöqtə ardıcıl şəkildə danışmamız lazımdır ki, yaddaşda qalsın. Amma deyilməyəcək söz sadəcə yes no deyib kifayətlənməkdir. Okay. Yəni fikrini əsaslandırmaq. Əslində no hissəsi barədə də danışa bilərsən ümumiyyətlə. No yerinə nə demək olar? Məsələn, Avropa şirkətlərində intervyudasınız və sualın cavabını bilmirsiniz. No deməlisiniz də, düzgün bilmirəm. Yəni I don't know demək lazım. Yəni onu demək lazımdır təbii olaraq. Amma bilirsiniz burada iki məqam var. Əgər bu sual vakansiya üçün çox kritik bir mövzudursa, məsələn, tax analist vakansiya, vergi analisti vakansiyasına müraciət etmisiniz və sizdən withholding taxinə də soruşurlar. Siz I don't know deyirsinizsə, bu intervyu artıq yəni xoş bir şey gözləməyə bir anlamı yoxdur da burada. Yəni pozisiya üçün kritikdirsə, bu sizin səhvinizdir. Bunu öncədən hazırlaşmaq lazımdır. Onun üçün də pozisiya analiz etmək lazımdır, şirkət analiz etmək lazımdır, departament analiz etmək lazımdır ki, o yoldaşlar orada nə iş görürlər və bizdən nə gözləyirlər. Amma əgər həqiqətən məsələn tax analisti məsələn soruşurlar ki, məsələn pozisiya Belçikadadır və soruşurlar ki, bilirsinizmi Belçikada məsələn withholding tax neçə faizdir və ya dividend tax neçə faizdir? Çox da əhəmiyyətli deyilsə, məsələn, demək olar ki, bilmirəm, amma mən bunu araşdırıb sizə deyə bilərəm. Bu çox çətin deyil mənim üçün. Məsələn, və ya texniki bir sualdır. Sizdən soruşurlar ki, məsələn, siz testing automation expertsiniz. Soruşurlar ki, məsələn, playwright bilirsinizmi? Deyə bilərsiniz ki, işlətməmişəm, bilmirəm, təcrübəm yoxdur. Amma məsələn, mən testing automation JUnit işlətmişəm, PyTest işlətmişəm, Selenium işlətmişəm. Hansı ki, mənim üçün playwright öyrənmək də çətin olmayacaq. Yəni biz ona alternativlər sunuruq, təqdim edirik ki, bilmirəm, amma öyrənmək də mənim üçün çətin olmayacaq. Okay. Təşəkkürlər bu cavaba görə də. Əslində deyərdim ki, mövzuların böyük bir hissəsini, böyük bir qismini yekunlaşdırdıq. Sonda əslində bir qədər ümumiləşdirici sual olacaq. Mənə tez-tez məsələn mənə də gələn suallardan biri budur ki, mən hal-hazırda Azərbaycandayam. Mən istəyirəm ki, bundan bir il sonra Avropaya gedim, hər hansı bir ölkədə korporativ bir şirkətdə çalışım, hər hansı bir şirkətdə çalışım. Siz bu cür insanlara, deyək ki, ali təhsilli bir insandır və Azərbaycandan bir il sonra artıq Avropaya gəlmək istəyir. Sıfırdan bu cür başlayan insanlara nə məsləhət görərdiniz ki, ən azından bir 70% ehtimalla hədəfinə çata bilsin? Bu sualı çox alıram və bu sualla müraciət edən yoldaşlar da çoxdur. Birinci yoldaşlar, əlimizdə plan olmalıdır. Yəni ən pis plan belə plansızlıqdan yaxşıdır. Yəni əlinizdə bir plan olmalıdır. Mütləq bir plan hazırlayın. Daha sonra yəni bu planda necə olacaq? Birinci sizin hədəfiniz nədir? Nə etmək istəyirsiniz? İkincisi, hazırda o hədəfə çatmaq üçün uyğunsuz, yəni çatışmazlıqlarınız varmı? Məsələn, finance analistsiniz və xaricdə işləmək istəyirsiniz. Araşdırırıq ki, məsələn, siz sahənizdə orada işləmək üçün, orada iş təklif almaq üçün hansı çatışmazlıqlarınız var? Bunları tapıb, bunları doldurmaq lazımdır. Daha sonra əgər artıq hazırlıqsa effektiv CV hazırlamaq və effektiv CV hazırlamaq yoldaşlar qəşəng CV deyil. Yəni qəşəng cümlələrlə olan CV deyil, məsələn, dizayn qəşəng olan CV deyil. Birbaşa vakansiyadakı tələblərin istədiyini deyən CV-dir. Və bunu hazırlamaq üçün o şirkətdəki həmin vakansiyanı anlamaq və həmin vakansiyanın tələblərini bilmək lazımdır. Belə bir CV hazırlamaq, market fit, yəni market bazara hazır CV hazırlamaq, davamlı şəkildə, istiqrarlı bir şəkildə çoxlu müraciət etmək. Çünki bu proses 6 ay, 1 il, 2 il belə çəkə bilər. Minimum 6 ay çəkir. Demək olar ki, bir çox yoldaş, bəli, bəxtiniz gətirə bilər, şansınız gətirə bilər. 2 ayda alına bilər, amma bu şans azdır. Minimum 6 ay çəkir. Consistent, yəni davamlı şəkildə, disiplinli şəkildə hər gün müraciət etmək və daha sonra təbii ki, intervyuları qazanmaq
Santusunun çox sevdiyim bu Müharibə sənəti adlı əsərində çox sevdiyim bir statı var ki, yəni yaxşı sərkərdə, pis sərkərdə döyüşə girir, sonra onu qazanmağa cəhd eləyir. Yaxşı sərkərdə döyüşü qazanır, sonra döyüşə girir. Bizim də karyer konsultasiyasında yəni müsahibələrə yanaşma tərzimiz budur. Biz müsahibəni öncə qazanıb sonra giririk. İntervyulara hazırlaşanda da biz əvvəlcə müsahibəni qazanmalıyıq. Bilməliyik ki, onlar nə istəyirlər? Bizi müsahibə edən kimdir? Şirkət kimdir? Nə istəyirlər? Yəni onlar bizdən nə istəyirlər? Bunları biləndən sonra tam hazırlaşırıq, intervyuya giririk. Təbii ki, intervyunu qazanırıq. Daha sonra isə xoşbəxtlik təklifini alırıq, bəli gəlirik bura. Allah sıfır. Amma bir detal əlavə eləyim mən bura. Təbii ki, yoldaşlar, hər şeyi bizim özümüz edə bilərik. Mən həmişə inanmışam ki, mən hər şeyi edə bilərəm. Yəni məsələn IT ilə məşğulam. Yəni futbolçu olmaq istəsəm ən yaxşı futbolçu olardım. Maliyyəçi olmaq, məsələn, riyaziyyatçı olmaq istəsəm ən yaxşı riyaziyyatçı olardım. Yəni hər şey ola bilərəm. Və mən inanıram ki, bir çox insan bunu edə bilər. Amma yəni bu prosesdə ən yaxşısı özümüz də edə bilərik. Amma ən yaxşısı həqiqətən bir mentor tapmaqdır. Çünki bir adam bunu edibsə, mən onun etdiklərini kopyalasam, mən də edəcəm, düzdürmü? Mən onun etdiklərini kopyalasam, mən də edəcəm. Ona görə də yəni biz yemək bişirəndə hər şeyi random qarışdırıb yemək bişirməkdir, düzdürmü? Resept var. Əla dadlı olan bir yemək metodu var. Onu tətbiq edib nəticə alırıq. Eyni metod. Yəni siz iş təklifi almaq istəyirsinizsə, bunu etmiş bir şəxs tapın, mentor tapın. Həmin mentorla işləyin bir yerdə və hədəfinizə çatın. İsa Zeynal kimi. Təşəkkür. Özü başlamaq. Çox sağ ol. Qısa bir sual verməsinə sadəcə şəxsi fikirdir. Sən qarantiya bir yol istəsən, uzun bir müddət həqiqətən də, yəni alınmırsa da məndə Avropaya getmək, yəni birbaşa heç bir şirkət mənə relokasiya paketi vermək istəmir. Hər yolu sınayıram. Yəni sizə görə, yəni bir yerdən sonra həqiqətən də təhsil alternativini yoxlamağa dəyər, yoxsa özün daha da inkişaf edətli birbaşa iş təklifi almağa fokuslanmaq lazımdır. Sual xoşa gəlmədi. Başa düşdüm sualı. Buna qara baxmaq lazım deyil də, çünki burada aralıq tonlar da var. Birinci analiz etmək lazım ki, sizdə niyə alınmır? Aha. CV'niz mi zəifdir, backgroundunuz mu zəifdir? Bəlkə sizin sahədə ümumiyyətlə heç burada iş təklif edə etmək mümkün deyil. Məsələn, HR-sınız, bura relocate almaq istəyirsiniz. Çox çətindir. Yəni bu belə. Yəni daha sonra isə, yəni birinci səbəbi tapmaq lazımdır ki, səbəbin, yəni nəticəni əldə etməməyin kökü nədir? Əgər burada həll edə biləriksə, yəni burada sizin sahəyə vakansiya tələb varsa və siz əmək bazarına hazırsınızsa, davam etmək lazımdır. Yəni səhvləri düzəldib davam etmək lazımdır. Təbii ki, yəni sahənizdə burada əldə etmək çətindir və ya məsələn juniorsunuz, bura relocate ala bilməyirsiniz. Çünki relocation adətən seniorlara verirlər də. Yəni junior burada tapmaq mümkündür. Məsələn buradan iş təklifi alıb sizi heç bir şirkət məsələn bura gətirməyəcək də, şansınız çox azdır. Onda təhsil metodunu yoxlaya bilərsiniz. Amma burada baxmaq lazım ki, hansı ölkəyə gələsiniz ki, orada sizin iş icazəniz olsun. Məsələn, Almaniyada part-time işləmək olur, bəzi ölkələrdə ümumiyyətlə işləmək olmur. Məsələn, Macaristanda sənədlərdə çox dəyişikliklər oldu, çox çətinləşdi. Yəni buna da baxmaq lazımdır. Digər bir tərəfdən də daha xərc baxımından əslində bir çox şeyləri nəzərə almaq lazımdır. Çünki uzun bir müddət siz sadəcə təhsil haqqı ödəyirsiniz, yaşayıb xərci ödəyirsiniz, amma iş nə vaxt tapacağınızı da bilmirsiniz. Uzun müddət mənfiyə də işləyə bilərsiniz. Bəli, onun üçün də plan hazırlamaq lazımdır. Düzü belə də konsultant olur. Çünki bura gəlmək istəyib, məsələn, couple belə yoldaşlar çoxlu olub. Bura gəlmək istəyirlər, məsələn, öncədən müraciət edirlər, onlara plan hazırlamışıq. Həmin plan üzrə, yəni hədəfləmişik ki, məsələn, siz gələndən sonra məsələn burada 3 ay iş təklif əldə edə bilərsiniz və ya 6 ay iş təklif əldə edə bilərsiniz. Ona görə də bu maliyyə ehtiyatı ilə gəlməyiniz lazımdır. Yəni bura plansız gələn yoldaşlar da var. Heyf ki, çox çətinliklər yaşayırlar. Çünki məsələn, qısa müddət sonra əllərində maddi vəsait pul qurtarır, iş tapa bilmirlər və ya məsələn ailəli gəlirlər, uşaqla gələn yoldaşlar çox çətin olur. Ona görə də yəni bütün detalları öncədən planlamaq lazımdır. Yəni mən nə edəcəm? Mən orada nə gözləyir və bunlarda yenə deyirəm, həqiqətən tam şəffaf və dürüst birisini etmək lazımdır. Çünki Polşada ən azından gördüyüm belə şəxslər var ki, həqiqətən yəni təəssüf ki, yəni doğru məlumatlar olmur və sizlə məsələn burada bəlkə görmüsüz iş təklifi ilə, iş vizası ilə gələn yoldaşlar var. Onlara o qədər yalanlar danışılır ki, yəni məsələn zavodda, fabrikdə və s. işləmək üçün çox çətin olur həqiqətən həyatları. Yəni insanın həyatı alt-üst olur. İnsanın həyatı alt-üst olur və çox əziyyətli prosesdir. Xərc çəkirsiniz, minimum 3-4 min manat xərc çəkirsiniz. Ona görə bütün addımları öncədən planlamaq lazımdır. Razıyam və əlavə olaraq da mən belə müşahidə etdiyim qədərinə deyim ki, Azərbaycanda bəlkə də ən çox belə
fırıldaq işinin, yəni lor dildə desək, döndüyü sahə bu cür sahələrdir belə. Xüsusilə zavod, fabriklərdə iş vədi verən saxtakar şirkətlərin çox olduğu bir sahədir. Ona görə də işi bilənlər və necə deyim, həqiqətən də təcrübəsi ilə, nəticələri ilə, daha doğrusu işin keyfiyyətini sübut eləmiş insanlara müraciət etmək lazımdır və güvənilən insanlara müraciət etmək lazımdır. Həqiqətən də önəmlidir. Çünki yəni böyük pullar da dönür bu sahədə. Yəni biri var ki, məsələn, konsultant olaraq kömək edən insanlar, yəni CV və sairə baxımından, onsuz da hər şey şəffafdır. Bu insan sənə birbaşa xidmət edir. Amma bir də var ki, məsələn, yalan atan insanlar var ki, mənim Polşada birbaşa əlaqədə olduğum zavodlar var. O zavodun meneceri bundan göndərsin. Nə şirkəti tanıyırsan, nə zavoddakı meneceri tanıyırsan və s. Bir çox hallarda mən özüm məsələn bu communitylərdə görürəm. Polşada yaşayan azərbaycanlılar communitysində məsələn nə vaxt baxıram kimisə axtarırlar ki, bu insan mənə bu qədər pul atdı, bu qədər pul atdı. Həqiqətən də biraz çətin məsələdir. Tez-tez görürəm. Yəni realda da burada tez-tez görürəm ki, yəni insanların həyatları alt-üst olur. Yəni insanların həyatları alt-üst olur. Razıyam. Ona görə də diqqətli olmaq lazımdır. Sonluq olaraq deyim ki, yoldaşlar, yəni bu mümkündür. Azərbaycandan baxanda Google, Amazon, JP Morgan, Morgan Stanley bunlar dəhşət görünürlər. Dünyanın asset manager şirkətləri, texnologiya şirkətləri, AI şirkətləri, blockchain şirkətləri, istehsal şirkətləri, Boeing-dən iş təklifi almışdıq. Boeing yoldaşlar, yəni möhtəşəmdir də həqiqətən. Yəni Azərbaycanda olar ki, bu sadəcə bir xəyaldır. Sadəcə bir xəyaldır. Və bunlar mümkündür. Siz də bunu edə bilərsiniz. Təbii ki, düzgün planlama ilə, təbii ki, lazımi zəhməti çəkməklə. Asan deyil. Mən həmişə danışanda webinarların əvvəlində deyirəm ki, əgər siz hər şeyin şansla olduğuna inanırsınızsa, hər şeyin əziyyətsiz olacağına inanırsınızsa, qısa müddət ərzində iş təklifi əldə edin, hər şeyin qısa müddət ərzində olacağına inanırsınızsa, bu sizin üçün deyil. Çünki belə deyil. Yəni əziyyətlidir. Yəni gecə-gündüz işləyəsiniz, gecə-gündüz oxumaq lazımdır ki, mən də eləyirəm, Rəsul da eləyir. Bilirəm, gözlərimin altı qapqaradır, çünki bir həftədə bəlkə gecə 3-4 saat yatıram. Bu belədir. Zəhmət çəkmək lazımdır, oxumaq lazımdır, çalışmaq lazımdır, davamlı özünü inkişaf etmək lazımdır və bununla bunu əldə etmək mümkündür. Ona görə demək istəyirəm ki, yəni düzgün plan qursaz, hədəfinizə çatmanız 100% mümkündür. Bunun üçün də Rəsulu izləyə bilərsiniz, məni məsələn izləyə bilərsiniz. Bunun haqqında çoxlu məlumatlar paylaşırıq. Dünyadakı azərbaycanlılarla məsələn webinarlar deyirəm, yəni UBS-də Londonda işləyən risk direktoru ilə müsahibə elədik, məsələn intervyu demo webinar elədik. Məsələn City-də işləyən model validatorla elədik. İndi müxtəlif şirkətlərdən yeni edirik. Qulaq asa bilərsiniz, qoşula bilərsiniz və təbii ki, siz də bunu özünüz üçün edə bilərsiniz. Təşəkkürlər İsa, həqiqətən də həm bilgilər bölüşdüyünə görə, həm hamımıza motivasiya verdiyinə görə təşəkkür edirəm sənə. Əslində qalsa çox çətin olan, eyni zamanda da yəni dünyanın ən mənalı belə də işlərindən birini görürsən. Əminəm ki, hər dəfə bu cür nəticələrə çatdıqca səndə bu da yəni işin maddi tərəfi bir kənara, işin nəticəsinin də gözəl olması, maraqlı olması, insanların həyatına toxunmaq əminəm ki, çox möhtəşəmdir. Qismən mən də yaşamağa başlamışam onsuz da sizlərə. Təşəkkürlər bir daha gəldiyinə görə. İsa'nın səhifəsinə də, Instagram səhifəsinə də abunə ola bilərsiniz. Özü dediyi kimi artıq ingiliscə kontentlər paylaşır. Mənim səhifəmə də və ya YouTube kanalımıza da abunə ola bilərsiniz. Yeniliklərdən xəbərdar olmaq üçün təşəkkürlər. Sağ olun.